أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين وصلى الله على سيدنا ونبينا أبي القاسم المصطفى محمد وآله الطيبين الطاهرين ولعنة الله على أعدائهم أجمعين. أما بعد قال الله تعالى في كتابه ومن يعظم شعائر الله فذلك من تقوى القلوب. İmam Səccad əleyhissalamın digər imamlardan fərqləndirən əsas məsələlərdən biri o həzrət çox çətin bir şəraitdə imamətə çatdı. Biz baxsaq, məsələn, birinci imamımız Əmir əl-Möminin Əli ibn Əbi Talib əleyhissalamın imamətə çatmaq şəraitinə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm 23 illik risaləti və peyğəmbərliyi dövründə Əli ibn Əbi Talib əleyhissalamın imamət məsələsini cəmiyyətdə açıqlamışdı və yaxud da İmam Həsən əleyhissalamın imamətə çatmaq dövrünə nəzərdən keçirsək, onun da haqqında hədislər deyilmişdi. Əli ibn Əbi Talib əleyhissalam özündən sonra imam olaraq ona demişdi. İmam Hüseyn əleyhissalam da elə o cürlə. Amma İmam Səccad əleyhissalam sanki yanmış xeymələrin arasından imaməti elan olundu. Hətta İmam Hüseyn əleyhissalam cəmiyyətə Həzrəti Əli Əkbər ağanı bir cür təqdim edirdi ki, tam İmam Zeynalabdin əleyhissalamın imamət məsələsi insanlara aydın olmasın, onun üçün təhlükə yaranmasın. Hər halda elə bir çətin dövrdə İmam Zeynalabdin əleyhissalam imamətə çatdı. Çox çətin bir dövr idi. Siz təsəvvür edirsiniz, onun imaməti əsirliklə başlandı, əsarət çəkməklə başlandı. 34 illik İmam Səccad əleyhissalamın imaməti 34-35 il imamət dövrü olub. Yəzid kimi məlun insanların Bəni Üməyyənin ikinci xəlifəsi Yəzid kimi bir şəxsin, Mərvan və Əbdülməlik kimi bir şəxslərin, rəzil insanların dövründə imamət dövrü olub. İmam Səccad əleyhissalamın özü buyurur ki, artıq imamətə bağlı olan insanların ən birinci dərəcədə əsr şiələr İmam Hüseyn əleyhissalamdan Kərbəlada şəhid olmuşlar. Ondan sonra Muxtarın qiyamında, Təvvabinin qiyamında ikinci, üçüncü dərəcəli, yəni şiəliyə bağlı insanlar şəhadətə çatmışdılar. Çox çətin idi. İmam Səccad əleyhissalam özü buyurur ki, Məkkə və Mədinədə iki ən dindar şəhər, yəni dindarların, mütədəyyin insanların olacaqları şəhərdə bizi sevənlər 20 nəfərdən artıq deyildilər. Siz təsəvvür edirsiniz nə qədər çətin idi vəziyyət. Sanki o haqq və həqiqət və imamət bir sapdan asılmışdı. Bu qədər çətin idi. Özü buyurur İmam Səccad əleyhissalam, buyurur ki, 3 vaxt bizim üçün çox çətin olub. 3 zaman bizim üçün çox çətin olub. Birinci, Ühud müharibəsində Həmzənin şəhadəti zaman baş verən çətinlik, bu dövr bizim üçün çox çətin olub. Bir, Mutə müharibəsində Cəfərin şəhadəti bizim üçün çox çətin olub. Və üçüncü, La yevməkə kəyevməl Hüseyn. Yəni, heç bir çətinlik atam Hüseynin müsibətinə çatmaz. Bu, İmam Hüseynin şəhadətinin çətinliyinin bəlkə də əsas hissəsini bu təşkil eləyir. Məsələn, Həmzəni kafirlər, müşriklər şəhadətə çatdırmışdılar. Yəni, Həmzənin şəhadətinə səbəb müşriklər idilər. Və yaxud Cəfər ibn Əbi Talibin Mutə müharibəsində Rumlarla müharibəyə getmişdi, kafirlər onu şəhadətə getirmişlər. Amma İmam Hüseyn əleyhissalamın şəhadətinin nə qədər çətin olması budur ki, buyurur, Kullun yətəqərrəbu iləllahi bidəmi.
30 min qoşun, onun içində tək-tük insanlar var idi. Məsələn, İbn Səd kimi insan ki, məsələn, Reyin valiliyini ələ götürməyə görə gəlmişdi. Bəzi insanlar var idi, hansısa oradan qənimət götürməyə görə, qılınc, xəncərə görə, nəyə görəsə orada qiymətli əşyalara görə gəlmişlər. Amma 30 minin əksəriyyəti deyir, kullun, onların hamısı, məsələn deyir də, əksəriyyəti, hamısı, yətəqərrəbu ilallah, Allaha yaxın olmaq istəyirdilər. Bedəmi, mənim atam Hüseyni şəhadətə, onu qətlə yetirməklə Allaha yaxın olmaq istəyirlər. Bu bilirsiniz nə qədər çətin məsələdir. Bu bilirsiniz nə qədər acınacaqlı vəziyyətdir. Yəni o günkü dövrdə adlarını müsəlman qoymuş insanlar gəlmişlər, qılınc qaldırırdılar və zamanənin imamının əleyhinə qılınc qaldırmışlar. Bəsirətsiz insanlar idi. Bu böyük ibrətdir ya. Biz bugünkü dövrə də bu məsələ aiddir. Bugünkü dövrümüzdə də biz görürük. O Bəni Üməyyənin, Maviyyənin təbliğatının nəticəsində minlərlə insan Peyğəmbərin nəvəsini imam olaraq tanımırdılar. İstəyirdilər, Allaha xatir gəlirlər, onu qətlə yetirsinlər. Bunlar özü müsəlman idilər, adlarını namaz qılırlar, bunlar dindarlar idilər. Gecə namazı qılan insanlar idilər, bəzi insanlar. Amma yəni dinin həqiqətindən aparmamışdılar. Niyə görə? Çünki öz zamanələrinin imamlarını tanımamışdılar. Böyük bədbaxtçılığa düçar olmuşlar. Bu elə belə məsələ deyil. Bu ən çətin, ona görə deyir ki, la yevmə kə yevməl Hüseyin. Yəni heç bir günün çətinliyi İmam Hüseyin əleyhissalamın şəhadətinin çətinliyinə gəlib çata bilməz. Məsələ çox acınacaqlı vəziyyətdir. Bu günləri də baxırıq, o kütləvi, o sosial şəbəkələrdə müxtəlif firqələr, müxtəlif dinlər insanlara, məxsusən cavanlara təbliğ olunur, aşılanır. Biliyorsan, bir firqə çıxdı, bir din çıxdı, hansısa baxırsan ki, həqiqətində bir şey yoxdur. Ona görə də biz özümüz bacardığımız qədər o məşhur hədis ki, mən matəm və ləm yərif imamı zamanihi matəm mitətən cahiliyyə. Hər kəs ölə, öz zamanəsinin imamını tanımasa, elə bir ki, cahiliyyət dövründə dünyasını dəyişmiş kimi insanlar kimidir, belədir, bu günə qalır. İnsan imam zamanından uzaq düşsə, zamanəsinin imamını tanımasa, onun əleyhinə qılıncla qaldırır və ona öldürməklə Allaha yaxınlaşmaq niyyəti deyilir. Yəni, vəziyyət belədir. Bəs bizə nə vəzifə düşür? Biz özümüzü vurmalıyıq o da közə. Özümüzü vurur, əməlimizlə, təqva xəttində möhkəm dayanmaqla zamanənin imamına çalışmalıyıq ki, mərifətimiz daha artıq olsun. Digər məlumatlarla, kitab oxumaqla, mötəbər məqalələri mütaliə etməklə, öz övladlarımıza belə kitabları verməklə, hər bir şəraitlə çalışmalıyıq ki, o dinin həqiqəti, o rokni rəkini din, yəni dinin ən möhkəm sütunu olan imamət və vilayət məsələsi insanların qəlbində möhkəmlənsin. Yəni, bu məsələdə əsli din budur, əsli məsələ budur və bu məsələ əgər olarsa, vilayət və imamət məsələsi qəlblərdə o nur, o günəş qəlblərdə işıqlayarsa, insan dinin həqiqətindən bəhrə apara bilər. Bu qədər çətinliklər ki, İmam Səccad əleyhissalam deyir, bu qədər çətinlik yox idi. Məsələn, İmam Səccad əleyhissalamın vaxtında cəmaat namazı, cümə namazı, hər hansı bir tribuna, hər hansı bir məclis mümkün deyildi. Çox çətin idi. Yəni, imamın ixtiyarında bunların heç biri yox idi. Məxsusən ona görə ki, atası qiyam eləmişdi və onun qiyamından sonra %100 nəzarətdə idi İmam Səccad əleyhissalam. %100 nəzarətdə idi ki, heç bir qiyam olmasın, onların hakimiyyəti üçün heç bir təhlükə yaranmasın və tam o necə deyərlər, kontrolun altında, nəzarətin altında idi, izləyirdilər imamı. Addım ba addım İmam Səccad əleyhissalamı, İmam Zeynalabdin əleyhissalamı izləyirdilər. Amma İmam Zeynalabdin əleyhissalam o 34 illik imamət dövründə bəzi məsələləri, bəzi addımları, bəzi fəaliyyətləri görsədib. Və o fəaliyyətlərdir ki, onun nəticəsidir. Hətta bəziləri deyirlər ki, necə ki, Həzrəti Adəm bizim babamızdır, Əbül-Bəşər deyirlər. Bir mənaya baxanda Nuh da bizim babamızdır. Nuh da bəlkə bir mənaya dəqiq, necə eləyərlər, təhlil eləsək, Nuh da Əbül-Bəşərdir. Ona görə ki, Nuhun zamanında da bir çox insanlar dünyalarını dəyişdilər və o Nuhun zamanında olan Nuhun gəmisinə bəzi insanlar səvar oldular, sonradan o bəşəriyyətin nəsilləri artdılar. Bu da bu məsələdir sanki. Sanki biz öz dinimizə görə, dinimizin banisi, Peyğəmbər o Əl-İslamu Muhammediyyül Hüdus və
Allahümme salli ala Muhammed və alə Muhammed. O müdrik sözü ki, deyir ki, o Peyğəmbər banisidir və Hüseyniyül bəqadır və İmam Hüseyn İslamın o şəhadəti ilə baqi qalıb din. Bir mənaya baxsaq, Səccadiyül bəqadır. İmam Səccad əleyhissalamın göstərdiyi o fəaliyyətlərin, fədakarlıqların bəhrəsidir ki, imamət məsələsi sonraki nəsillərə, imamət nuru sonraki nəsillərə çatdı. Neçə fəaliyyətləri olub İmam Səccad əleyhissalamın 34 illik imamət dövründə? Fəaliyyətlərindən biri İmam Səccad əleyhissalamın atası Hüseynin xatirəsini, əziz xatirəsini diri saxlamaq məsələsidir. Hər bir fürsətdə o xatirəni diri saxladı İmam Səccad əleyhissalam. Hətta öz üzüyünün o vaxtı üzüklərin üzərinə hər hansı bir söz yazırdılar, hər hansı bir o sözlə, o peyamla çatdırırdılar insanlara öz mövqeylərini. İndi məsələn deyək, sosial şəbəkələrdə hər hansı bir sosial şəbəkəni hər kəs bir profil yazır, öz profilində bir söz yazır, bir Quran ayəsini yazır, bir duanı yazır, bir neysə öz mövqeyini bildirmək üçün də, öz mövqeyini bildirmək. Hətta deyir İmam Səccad əleyhissalam Kərbala hadisəsindən sonra öz üzüyünün üzərində olan o söz ki yazılmışdı, onu değişdi. Dedi, şəqiyə mən qutilə Hüseyin ibn Əli. Şəqavətə çatdı, bədbaxtçılığa düçar oldu. O şəxsi ki, atam Hüseyni qətlə yetirdi. Hər bir fürsətdən İmam Səccad əleyhissalam Kərbala hadisəsinin, xatirəsinin əziz olmasını, yaşaması uğrunda çalışdı. Rozə məclisləri qurmasa da belə özü 30 bükkalardan biri də tarixdə ən çox ağlayan insanlar olub. Tarixdə ən çox ağlayan, ona bükka deyirlər. Bükka yəni ağlamaq, bəkkain deyirlər də. Ən çox ağlayan, ən çox göz yaşı tökən. Onlardan Həzrəti Adəmi deyirlər, onlardan Həzrəti Nuhu deyirlər, onlardan biri Həzrəti Fatimə-i Zəhra salamullahi aleyhanı deyirlər. Biri də İmam Səccad əleyhissalamdır. 34 il ağladı hər bir fürsətdə. Bəzən deyir, olurdu ki, Həzrəti Ümmülbənin Əbəlfəzl ağanın Übeydullah adlı oğlunu götürürdü İmam Səccad əleyhissalamın huzuruna. Deyir, Əbəlfəzl ağanın uşaqlıq libaslarını da, geyimlərini də ona geyindirib gətirirdi. İmam Səccad əleyhissalam ona baxıb şiddətlə ağlayırdı, göz yaşı tökürdü. Deyirdi, Allah məqamını uca eləsin mənim əmim Əbəlfəzl Əbbası ki, qiyamət günündə bütün şəhidlər onun məqamına qibtə eləyərlər. Göz yaşı tökürdü, ağlayırdı. Bacısı Zeynəbi, bacısı əmməsi, yəni bibisi Həzrəti Zeynəbi, bibisi Ümmü Kulsumu görəndə o Kərbala hadisələrini yadına salıb göz yaşı tökürdü, ağlayırdı. Küçədən keçəndə ya görsəydi ki, məsələn, hər hansı bir heyvanın başını kesirlər, yaxınlaşardı, soruşardı onlara ki, məsələn, sual eləyərdi onlardan, soruşardı ki, bu heyvanı kesməmişdən əvvəl, zibh eləməmişdən qabaq, buna su vermişsiniz, yoxsa yox. Onlar deyərdilər ki, Yəbnə Rəsulullah Peyğəmbərin oğlu, biz müsəlmanıq, biz bilirik hökmü. Biz bilirik ki, hər hansı bir heyvanı zibh eləməmişdən qabaq ona su vermək lazımdır. Bəli, su vermişik. Amma orada İmam Səccad əleyhissalam oturardı, hönkürtü ilə, şiddətlə ağlayardı. Mənim atam Hüseyni Fırat və Dəclət çayı arasında susuz ətşan şəhid ediblər. 34 il ağladı. Gəlirlər xidmətçiləri, ona deyirlər ki, bu ağlamağın sonu yoxdur. Nə qədər ağlayarsan, nə qədər ağladın sən. İmam Səccad əleyhissalama müraciət edirlər. Bu sözlərlə istəyirlər sakitləşdirsinlər İmam Səccad əleyhissalamı. Deyərdi ki, cavab verərdi ki, Yəqub oğlu Yusifin firaqında bilirdi oğlu Yusif sağdır. Digər oğlanları da yanında idi. Onun firaqında o qədər ağladı ki, gözləri tutuldu. Mən necə ağlamayım ki, mənim gözümün qarşısında mən para-para olmuş atamın mübarək cənazəsini görmüşəm, qardaşlarımın cənazəsini görmüşəm, əmmin cənazəsini görmüşəm. Necə ağlamayım? Ağlamağı ilə ifşa eləyirdi Bəni Üməyyəni. Ağlamağı ilə ifşa eləyirdi. Bu bir məsələ idi. Ağlamaq məsələsi, göz yaşı tökmək məsələsi ki, yaşadırdı. Hər bir fürsətdə çalışırdı ki, unudulmasın. Çoxları çalışdılar ki, Bəni Üməyyə hər bir şəraitdə çalışırdı ki, Kərbəla hadisəsi unudulsun.
İmam Hüseyn əleyhissalamın qiyamı yaddan çıxsın. O şəhidlər ki, orada şəhid olublar, onlar unudulsun. Amma onların əksinə olaraq hər bir şəraitdə İmam Səccad əleyhissalam o xatirəni diri saxlamağa çalışırdı. Bizim də bir vəzifəmiz var ha. O bizə deyirlər ki, İmam Zamanın intizarında olan hər bir şiə, hər bir fürsətdə çalışmalıdır, öz imamının xatirəsini yaşatsın, insanlara çatdırsın, müxtəlif yollarla. Bilinməsə, bir yerdə danışmaqla, hətta fərdi bir məsələ ilə həmişə çalışmalıdır ki, onun adını diri saxlasın, yaşatsın o adı. Bizim də boynumuza bir vəzifə düşür. Mən çox sevindim bu hadisəni görəndə. 2 nəfər Moskvada olub bu hadisə. 2 nəfər bir-birinə borclu idi, hesabları var idi. Ayda məsələn 10.000 bu borclu olan o kəsə ödəməli idi. O borclu olan şəxs deyirdi ki, bir dəfə mənə o kəsə ki, mən borcum var idi, mənə zəng elədi ki, filan kəs bu il mənə məsələn, bu ay mənə o 10.000, 15.000 rublu göndərməyinə. Mən sənə inanıram. O pulun yerinə ged Əli ibn Əbi Talib əleyhissalam haqqında kitab var rus dilində. Ondan al 10.000 rubulluq ya 15.000 rubulluq. Payla insanlara qoy onu mütaliə eləsinlər. Fərq eləmir müsəlmanlar, şiyələr, hər kəs. Qoy oxusunlar Əli ibn Əbi Talib əleyhissalamı tanısınlar. Gör nə gözəl niyyət. Gör nə gözəl niyyətdir bu. O qədər indiki vaxtda bu cür işlər, bir dənə status yazmaqla, bir dənə məqalə kiməsə göndərməklə insan çalışmalıdır ki, öz zamanəsinin əziz xatirəsi yaşasın, insanlar onu həmişə yad eləsinlər, hər bir fürsətdən istifadə eləsin. Bu ibrətdir. İmam Səccad əleyhissalamın bu addımı, bu fəaliyyəti bizlər üçün bir fürsətdir və bir ibrətdir. Və bu haqda yenə geniş izahlar vermək olar. Amma digər fəaliyyətlərindən biri, İmam Zeynul Abidin əleyhissalamın öz imamət dövründə bir fəaliyyəti şiəli üçün kadr hazırlamaq, indi müasir dillə desək, kadrlar hazırlamaq, alimləri tərbiyə etmək, möhkəm istiqamətdə şiələri tərbiyə etmək, şiəliyin, necə deyərlər, tərəfdarlarının möhkəm eləmək, bir işlərindən biri bu idi. Əbu Həmzə-i Sumali İmam Səccad əleyhissalamın tərbiyə etdiyi şagirdlərindən biridir. Onun dövründə olan imama ən yaxın olan şagirdlərdən biri idi. Deyir, mən tanımırdım, deyir İmam Zeynal Abidin əleyhissalamı o dövrdə. Deyir, bir günləri Kufə məscidində idim, ilk tanışdıqları Kufə məscidindən başlayır. Əbu Həmzə-i Sumali. Deyir, Kufə məscidində idim, gördüm bir nəfər gəldi, cavan bir şəxs gəldi, gördüm ibadət edir, müxtəlif məqamlarda. Deyir, elə ki o neçə rükət namaz qılırdı orada, elə ki deyirdi, məsələn deyirdi, İyyəkə nə'budu və İyyəkə nəstəin, bütün deyir, qapı, divarlar, məscidin divarları da elə bir sanki deyirlər, İyyəkə nə'budu və İyyəkə nəstəin. Bütün məscid sanki o ilə ibadət edirdi. Orada Allah qismət eləsin, indi inşallah qarşıda Ərbəyin gəlir. İmam Zeynal Abidin əleyhissalamın da məqamı vardı. Allah bizə nəsib eləsin, gedək orada da ibadət eləməyi bizlərə nəsib eləsin. Müxtəlif məqamlarda İmam Zeynal Abidin əleyhissalam namaz qıldı. Namaz qılırdı, mən də onu baxırdım. Heyran qalmışdım onun ibadətinə. Məsciddən çıxandan sonra, məscidin çölünə çıxandan sonra yaxınlaşdım ona. Dedim, ağa sən kimsən? Özünü tanıtdırdı mənə. Orada sanki onu ovladı da. Dedi, bu Əbu Həmzə-i Sumalidə bir istedad var. Bunu tərbiyə eləmək lazımdır. Bu şiəliyə lazım olan şey. Sonradan Əbu Həmzə-i Sumali, İmam Sadiq, İmam Baqir əleyhissalamın o açdıqları minlərlə olan şagirdləri ki var idi, hələ bir ki, böyük bir akademiya açdı da. İmam Baqir, İmam Sadiq əleyhissalamın dövründə 4.000 insan İmam Sadiq əleyhissalam tədris eləyəndə onun o vaxtları, ya, indidən getmirsə, o vaxtı 4.000 insan onun şagirdləri var idi. Onun, necə deyərlər, dərsini dinləyirdilər. Onun elmi mülahizələrini eşidirdilər. Əbu Həmzə-i Sumaliyə dedi ki, pəs məni tanımadın, özünü tanıtdırdı ona. Gördü, bunun istedadı var, bunda hansısa bir çıxarlar var. Dedi, istəyirsən, aparım səni cəddim Əli ibn Əbi Talib əleyhissalamın mübarək qəbrinin üstünə, məzarının üstünə. O vaxt hələ aşrar döyürdü. Əli ibn Əbi Talib əleyhissalamın yeri, məzarının yeri hələ bilinmirdi. Dedi, axı onun qəbrinin yerini bilən var. Dedi, mən bilirəm onun yerini. Dedi, apardı onu Əbu Həmzə-i Sumali İmam Zeynal Abidin əleyhissalamla birgə orada getdilər. İndiki o Nəcəfdə, dəfn olan yerdə ağanı ziyarət elədilər. İmam Zeynal Abidin əleyhissalam minlərlə şagird tərbiyə etmədi. 170 nəfər deyiblər. Təqribən Şeyx Tusi yazır öz kitabında
170 nəfər nəql edib ki, şagird tərbiyə edib 34 illik müddətdə. Çox çətin dövr idi. Həmin onlardan biri Əbu Xalid Kabili. O da böyük şəxsiyyətlərdən olub, elmi şəxsiyyətlərdən olub. Bunları tərbiyə elədi və sonradan bu İmam Zeynalabdin əleyhissalamın tərbiyə etdiyi elmi şəxsiyyətlər İmam Baqir, İmam Sadiq əleyhissalamın vaxtında Əhl-i Beyt elmini digər insanlara çatdırırdılar yəni. İmamın mövqeyindən biri bu idi, fəaliyyətlərindən biri bu idi. Bu yolla Əhl-i Beyt məktəbini yaşatmaq, necə deyərlər, məcburiyyətində qalmışdı. O günkü dövrdə qul almaq məhdudiyyəti yox idi. İslam dini bəzi məsələlərlə birbaşa qarşısında dayanıb. Məsələn, bütpərəstliyin birbaşa qarşısında dayanıb. İslam dininin əvvəlindən bütpərəstlik qadağan olub. Amma bəzi hökmləri tədricən verib İslam dini. Məsələn, quldarlıq məsələsi ilə tədricən, illər keçdikcə, məsələn, hər hansı bir işi gördünüz, bir dənə qul azad etmək cəriməsi, kəfarəsi, bu cür məsələlərlə zaman-zaman mübarizə aparıb, İmam Səccad əleyhissalam minlərlə qulu alıb, bir il saxlayırdı, tərbiyə edirdi onlara. Onlar vilayət nuru onlara deyirdi. Ondan sonra fitir bayramı gələndə onlara deyirdi ki, siz hamınız Allah yolunda azadsınız. Mən sizi halal edirəm, siz də məni halal eləyin. Siz də Allahdan istəyin ki, Allah məni bağışlasın. Bu sözlərlə onları tərbiyə eləyirdi. Minlərlə qulu azad eləyib, tərbiyə eləyirdi və onları imamət ruhunda, bütün onlar bəhrələridir ki, bugünkü dövrümüzə bizim o məsələ, imamət məsələsi gəlib çatıb. İmam Zeynalabdin əleyhissalamın bir fəaliyyəti də bu məsələ olub. Hətta yazırlar, nəqildə var ki, Mədinədə çox quraqlıq idi, uzun müddət idi, yağış yağmamışdı. Hamısı susuzluqdan əziyyət çəkirdilər. Quraqlıq idi. İmam Səccad əleyhissalamın yaxın, Səid ibn Məsəb, səhv eləmirəmsə, yaxın sahabələrindən biri deyir, mən müşahidə elədim, gördüm ki, bir qarı dərili qul getdi bir təllin, yəni bir təpənin o tərəfində, keçdi təpənin arxasında dayandı və əllərini açdı Allahın dərgahına və Allahdan dua elədi, yağış istədi Allahdan. Deyir, elə bunun dua eləyə-eləyə biz gördük ki, buludlar yaxınlaşdı, yağış başladı yağmağa deyir. Hamı Mədinə əhli sevinirdilər ki, yağış yağır da, quraqlıqdan nicat tapdıq. Mən deyir, o qulu, o qara dərili qulu izləyirdim ki, görəsən bu kimdir belə? Bu hansı Allah övliyasıdır ki, əlini açdı Allah dərgahına dua etməklə yağış da gəldi? Bu kimdir? Bu hardan gəlib? Bu kimdir? İzlədim o qara dərilini, gördüm ki, getdi İmam Zeynalabdin əleyhissalamın evinə getdi. Mən də getdim İmam Zeynalabdin əleyhissalamın yaxın sahabilərindən idi. Dedim ki, ağa, gəlmişəm, sənə bir sözüm var. Nə istəyirsən? Dedi ki, istəyirəm sənin qullarından birini mənə satasan, mənə verəsən. Bu qullardan birini istəyirəm. İmam Zeynalabdin əleyhissalam da imamdır da. Biz tanımamışıq, həqiqətən İmam Zeynalabdin əleyhissalamın kərəmini əgər biz bilsək, İmam bu günlərdə məzlumdur da bizim aramızda. Biz onun ətəyindən əl çəkmərik. O qədər, onlar kərim olublar da, o Ziyarət-i Camiyə Kəbirədə oxuyuruq ki, adət-kumul ehsan və səciyyət-kumul kərəm. Onların adəti ehsandır və səciyyələri kərəmdirlər. Hətta deyirlər, o bir inqilab oldu da, Mədinədə bir inqilab oldu. O Mərvanın əleyhinə inqilab oldu, sonradan o inqilabı yatırtdılar. Şamdan ordu gəldi, o inqilabı yatırtdılar. O inqilabçılar da İmam Səccad əleyhissalama ehtiram edirdilər və bütün o Mərvanlılar ki, onları incidmişdi, Mədinə əhlini incidmişlər, onların hamısından intiqam almaq istəyirlər. Bir dənə İmam Səccad əleyhissalamın evini yoxlamırdılar, təftiş eləmirdilər, yoxlamırdılar. Kim əmanda qalmaq istəyirdi, gəlirdi İmam Səccad əleyhissalamın evinə. Həmin Mərvan ki, o Yəzid Bəni Üməyyə hakimlərindən idi. O gəldi, yalvardı İmam Səccad əleyhissalama, icazə verin, mənim də əhli əyalım, mənim də kənizlərim, bir cavan xanımla ailə qurmuşam, o gəlsin sənin evində qalsın ki, onlar amanda qalsınlar. İmam Səccad əleyhissalam onlara da yer verdi. Siz təsəvvür edirsiniz, öz atasının düşmənlərinə, öz atasının qatillərinə, öz düşməninə də kərimdilər də bunlar. Ona görə deyirik, adət-kumul ehsan və səciyyət-kumul kərəm. Mümkündür ki, biz
biz gedək Mərvana İmam Zeynalabdin Əleyhisselam yox cavabı vermədi. Rədd cavabı vermədi. Biz gərək sidq ürəklə İmam Səccad Əleyhisselama təvəssül eləyək, ondan nəsə istəyək, o bizə yox cavab versin. Əslən və əbəda. İnsan sədaqətlə gəlsə onların qapısına, onlar kərimdilər. Sözüm onda yox. Gəldi, dedi o şəxs İmam Zeynalabdin Əleyhisselama ki, bir qullarından birini almaq istəyirəm, ağa, işim düşüb sənə. Dedi, qullarının hansını istəsən verərəm sənə. Allah yolunda hansını istəsən verə, hədiyyə eləyərəm sənə. Bütün qulları orada düzdülər sıraya, o gördüyü qara dərili yox idi onların arasında. Dedi, yox, mən gördüyüm yoxdur burada. Onu ki, mən istəyirəm, bu yoxdur orada. Ondan sonra dedi, hə, filan kəs də, sonradan o, hansı ki, o dua etmişdi, yağış yağmışdı, o qul da gəldi ora. Onu da çağırtdırdılar. Görəndən sonra deyim, mən bu şəxsi istəyirəm. O qara dərili, o qul, onlar belə edirlər də, o imamlarımız belə olublar, Peyğəmbərimiz belə olub. Onların vücudunda bir, xüsusi bir cazibə olub. Bir qədər öz simalarından o niqabı çəkiblər, onlar görüblər, aşiq olublar öz imamlarına, aşiq olublar. Öz atalarından, analarından da çox bağlanıblar öz imamlarına. Deyir, o şəxs deyir, narahat halda dedi, o qara dərili narahat halda dedi. İmam Zeynalabdin Əleyhisselam deyir ki, bugündən sonra sənin sahibin bu şəxsdir. Səni verirəm bu şəxsə. Sənin sahibin bu şəxsdir. Deyir, o çox narahat oldu. Baxdı o İmam Zeynalabdin Əleyhisselamın səhabəsinə, dedi ki, nə səbəb oldu ki, məni öz ağamdan ayırırsan? Məni öz ağamdan ayırmağıma nə səbəb oldu? Ondan sonra o şəxs dedi ki, deyir, mən gördüm, müşahidə elədim səni, o dua eləməyi gördüm. Ki, sən dua elədin, yağış yağdı, sənin o mənəviyyatına aşiq olmuşam da, sənin Allahın yanında olan, Allah yanında dərəcə tapmaq var dövlətlə deyil ki, zahiri simanın gözəlliyi ilə deyil ki, nə bilim, hər hansı bir qəbilədən olmaqla deyil ki, Allah öz övliyalarını bəndələrin arasında gizlətib. Ona görə deyib ki, heç bir Allah bəndəsinə o təzif gözü ilə baxmayla, aşağılamaq gözü ilə baxmayla, ola bilsin, onun qəlbində bir xüsusi nur var, o onu Allaha yaxın eləyib. Həqiqətdə belədir də. Deyir, o çox narahat oldu. Dedi, məni niyə görə ağamdan ayırırsan? Orada əllərini açdı, dua elədi. Dedi, ilahi, mənim bu səninlə mənim aramda olan bu sirri ki var idi, bu bağlılıq ki var idi, o bu günləri ifşa oldu. Daim mən yaşamaq istəmirəm. Deyir, o səhabə ki, bu hadisəni gördü, deyir, ağlaya-ağlaya çıxdı İmam Zeynalabdin Əleyhisselamın evindən ki, daha gördü, bu qulun bu halını gördü. Çox qibtə elədi ona, çox həsrət çəkdi onun o dərəcəsinə, öz zamanəsinin imamına. Bir dənə gözünün quşəsi ilə baxıb da İmam Zeynalabdin Əleyhisselam ona. İmam Səccad Əleyhisselam bir baxıb ona. Ona görə o dərəcəyə çatıb. Biz də gəlib belə olaraq İmam Zaman ağadan bu cür istəyək də, bu cür məclislərə gələndə qəlbimizin bir güşəsi ilə də İmam Zaman ağaya təsdiyyət deyək, onun cəddinin məclisinə gəlmişik ki, bizə bir dənə bax, inanın Allaha o yaxın olmaq, Allaha yaxın olmaq, imamlara, Allaha müqərrəb olmaq, imamlara yaxın olmaq, çox kitab oxumaqla, çox elmlə də döyür, çox nə bilim, o budur ki, anan ki, xakra, benəzər kimya konənd. O şair deyir, onlar deyir, torpağa baxsalar, torpağı qızıl eləyərlər. Başət ki, bəma yek nəzər konən. Bir dənə gözlərinin quşəsinə bir dənə nəzər eləsələr, bizə kifayətdir. Müqərrəb olaraq imamlara, qəlblərimiz yaxın olaraq imamlara, İmam Zamanın yadı ilə yaşamaq. O bir nəfər tələbə deyir ki, mən getmişdim Məşəddə İmam Rıza Əleyhisselamın mübarək hərəmində ziyarət edirdim. Bir Allah övliyası gəldi hərəmə. Böyük bir ağalardan, böyük ariflərdən biri gəldi ora. Mən də deyir, özümü toparladım, getdim ona sual verdim. Getdim öndən soruşdum ki, ağa, mən ki gəlmişəm bu İmam Rıza ağanın hərəminə, İmam Rıza ağadan hansı hacəti istəyim? Hacət istəməyin də özündə yolu var da, özündə hünərdir o. Hansı hacəti istəyim? Nə istəyim İmam Rızadan? Maddi hacətlərimiz olsun, Allah versin. Rəbbənə atina fid dünya həsənə və fil axirətə həsənə. Dünyava hacətlərimiz də inşallah qəbul olsun. Amma o mühüm, ali, o dua, ali hacət hansı hacət olmalıdır? O Allah övliyası mənə baxdı, dedi get İmam Rıza Əleyhisselamdan İmam Rıza Əleyhisselamın özünü istəginə. Necə yəni özünü istəginə? Yəni deyək ki, ya İmam Rıza, özünü tanıtdır mənə. Bir də mənim qəlbimə baxınca mən sənin həqiqətini, sənin necə mərifət, işığın, nurun mənim qəlbimə düşsün. İnsan ki, İmam Zaman ağanı tanıdı, qəlbində İmam Zaman nuru oldu, ondan ayrılmaz.
Mən özümü deyirəm, biz tanımamışıq imamımızı. Ona görə də o möhkəm bağlılıq yoxdur. Bağlılıq əlhəmdülillah var ha. Əlhəmdülillahilləzi cəalana minəl mütəməssikinə bi vilayət Əli ibn Əbi Talib və əvladih. Allah həmd edir ki, bizi o kəslərdən qərar verib ki, vilayətə çən yatanlardan, vilayət nurundan, vilayət ipindən, o Həblullahdan yapışanlardan qərar verib. Bunun üçün gələk biz şükr eləyək. Amma bundan artıq bağlılıq olmalıdır. Bundan artıq bağlılıq olmalıdır. O qara dəriliyə İmam Səccad əleyhissalamın hansı inayəti olmuşdu ki, dua elədi, müstəcabı dəva idi. Duası əs-saə qəbul oldu. Özdə o cür Allah övliyalarının belə bir xüsusiyyəti olub da, həmişə belə olub. Özlərini gizlətiblər, istəməyiblər tanınsınlar. Həmişə belə olub. Əslən, İmam Rıza əleyhissalamın hədislərində var. Bu deyir ki, həqiqi möminin 10 nişanəsi var. Bunlar da mən sözümün mövzusudur. O 10 nişanədən biri də budur ki, gizli olmağı aşkar olmaqdan daha çox sevərlər. Ya, bəzən olur ki, vəzifədir ki, sən aşkar olasan, hərsə vəzifəni yerinə yetirəsən. O, necə deyərlər, o təbii olaraq kimsə tanınır, təbii olaraq tanınır. Məsələn, Allah indi məqamını uca eləsin, həm də bu məclis bizim şəhid rəhbərimizin adına da eyni zamanda onun da xatirəsi bu məclisdə istəyirik, əziz tutulsun. Neçə gün qabaq dünənləri torpağa tapşırıldı da İmam Rıza əleyhissalamın mübarək hərəmində o dərəcəyə çatdı. O deyir ki, mən hər vaxt öz ustadım, rəhmətli İmam Xümeyni ağadan deyir, soruşdum ki, sən necə oldu bu yerə gəlib çatdın? Deyir, mən bu yerə çatmağımın səbəbi bu idi ki, hər vaxt çalışdım, öz vəzifəmi layiqincə yerinə yetirim. Tələbəlik vaxtı çalışdım, yaxşı dərs oxuyum. Ondan sonra, nə bilim, o dövrdə olan vəzifəmi yerinə yetirdim və gəldi bu cür oldu. Necə deyərlər, təbii olaraq gəldi bu cür oldu. Bütün dünyaya tanındı. Bütün dünyaya tanındı. Bir vaxtı, məsələn, Allah rəhmət eləsin, Seyyid Əli Xamneyə ağanın Allah məqamını uca eləsin. Məşhəddə yaşayırdı, necə deyərlər, ruhani ailəsindədir, yoxsul bir ailə idilər, elə maddi imkanları da yox idi. Heç kimin ağlına gəlməzdi ki, bu cür dünya şöhrətli bir təqlid mərcəyi olacaq, vəzifəsini yerinə yetirdi və o cündən parladı dünyada. Bu cürdür. Ürəklə onun xüsusiyyətləri gələ izah olunsun da, indi əsrlər keçər, 100 illər keçər, bu şəxsiyyətlərin qədri bəlkə bir qədər bilinər. Bunların haqqında sözlər danışılmalıdır, bunların xüsusiyyətləri, bunların yaşayış tərzləri, bütün vücudu ilə şəhadət. İmam Rıza əleyhissalamın hərəminə gedəndə o ki, görmüsünüz də filmlərdə necə ağlayır, necə göz yaşı tökür. Əsas onun bəlkə də o göz yaşı tökməklərindən bir hacətlərindən biri də İmam Rıza əleyhissalamdan şəhadət istəyirdi. Və o da ona nəsib oldu, o məqama ucaldı, o dərəcəyə çatdı. Öz əqidəsi uğrunda möhkəm dayandı. Elə-belə məsələ deyil. Öz əqidəsinə görə tarixdə çox ölkə başçıları gəlib, çox şəxsiyyətlər gəlib, hətta çox alimlər gəlib, çox təqlid mərcəkləri gəlib. Amma neçə nəfər insanlar olub ki, onlar bu şəraitdə, öz ailə üzvlərlə bir yerdə, oruz ağız, bu şəraitdə bu şəhidlik məqamına ucalsınlar. Dünyada olmayan bir məsələdir. Mən indi söz yadıma düşdü deyirəm. Öz ölkəsində yox, heç Səddam yatıb yuxusunda da görməzdi ki, neçə 8 il bu ölkə döyüşüb. İran-İraq müharibəsi 8 il olub da onun fitnələrindən, səbəbindən. Amma siz gördünüz də, nəinki İranın Tehran şəhərində, Qum şəhərində, nəinki Məşəd şəhərində, Kərbalada, Nəcəfdə insanlar necə göz yaşı tökürdülər, necə qiyam elədilər, bir təqlid mərcəyini, nə qədər Allah möminlərə izzət verib, Allah vəd verib. İzzət, möminlərə izzət verib. O imanla, o əhl-i beyt yolundakı möhkəm diyanda Allah izzət verdi ona. Həqiqətdə belədir də. Həqiqətdə belə idi. Biz müşahidə elədik. Olmayan bir şeydir. Tarixdə təkrarlanmayan bir şeydir, bir hadisə idi. 40 neçə milyon, nəinki bir şəhərdə ya, nəzərə alsaq, Tehran şəhərini, Qum şəhərini, Nəcəf şəhərini, Kərbala şəhərini, Məşəd şəhərini, hamısını bir toplasa, 41 milyon deyirlər, 40 milyondan çox insan onun dəfn mərasimində iştirak edib. Bu elə-belə məsələdir. Bu elə-belə məsələdir. Bizim yadımızdadır, biz o vaxtı təhsil alan vaxtı, Allah rəhmət eləsin, Ayətullahül Uzma Seyyid Rıza Qulpayqani ağa dünyasını dəyişmişdi. Böyük təqlid mərcələrində İmam Xümeyni ağanın cənazə namazını qılan adamlardan təqlid mərcəyi dünyasını dəyişmişdi. O dövrdə onun üçün də möhtəşəm bir
dəfn mərasimi təşkil olundu. Tamam qılandı. Sonra bizim böyük ayətullahlardan bizə biri ki, gəlirdi mədrəsəmizdə bizə əxlaq dərsi deyirdi, ruhani qardaşlarım tanıyırlar. Ayətullah Əhmədi Miyanəci. O gəldi bizim mədrəsəmizə, o danışırdı. O da bu hadisəni təhlil edirdi. Təhlillərində bunu dedi. Dedi, insanlar bu şəxsdə nəsə bir ixlas görüblər ki, onun üçün bu cür fədakarlıq göstərirlər. Bunu Allah deyir o insanların qəlbində qoyub. Görürsən, nə bilim, Keşmirdə o, necə deyərlər, orada da bir dəfn mərasimi, simvolik olaraq bir dəfn mərasimi təşkil edilər. Afrika ölkələrində simvolik olaraq onun cənazə mərasimini təşkil edilər, dəfn mərasimini təşkil edilər. Bu məsələ göstərdi ki, bu milyonlarla insanın qəlbində yer tapmış, özünə bir yer tapmış bir şəxsiyyət idi. Bu elə belə məsələ deyil. Siz bunu görəcəksiniz, siz şahidi olacaqsınız. Bu cür pak insanların, bu cür, necə deyərlər, Allaha, Əhl-i Beytə müqərrəb insanların qanının da bərəkəti var. Özünüz görəcəksiniz ki, bu müqavimət nə qədər güclənəcək inşallah. 1-ə 100, 1-ə 1000 inşallah güclənəcək. Onlar özləri peşman olacaqlar. Bəlkə də indi də peşmandılar bu hadisi, bu cinayəti. Bu böyük cinayətdir. Bu böyük cinayətdir. Milyonlarla insanın təqlid elədiyi insanı bu cür şəkildə qətlə yetirmək, bu cür şəkildə şəhid eləmək elə belə məsələ deyil. İnşallah Allah İslam ümmətinə qüdrət versin, vəhdət versin, birlik versin və İslama düşmən kəsilən o qara qüvvələri, o fitnə törədən insanları, o cinayətkar insanları, o şeytan-ı əkbər, böyük şeytanları, cinayətkar Amerikanı, uşaq qatili olan o İsrail rejimini inşallah mütləq onların, necə deyirlər, bu intiqam onlardan alınacaq və müqavimət cəbhəsi, haqq cəbhəsi mütləq möhkəmlənəcək və bu haqq cəbhəsinin birləşməsinə səbəb olacaq bu şəhadət. Mən söhbətim yarımçıq qaldı. O qul, o qara dərili əllərini açdı Allah dərgahına, dedi ki, İlahi, mənlə sənin aramda olan bir sir var idi, o sir bu günləri ifşa oldu, mən artıq yaşamaq istəmirəm. O şəxs deyir, o qulu almaq istəyən səhabə, bir qeyd etdiyim kimi, İmam Zeynalabdin Əleyhisselamın evindən ağlayaraq çıxdı, da yadından çıxdı o qulu almaq. Evinə çatmamış İmam Zeynalabdin Əleyhisselam xəbər göndərdi onun üçün ki, bu qul dünyasını dəyişdi, onun dəfnində iştirak eləmək istəyirsənsə, qayıt, getmə evə, qayıt, gəl. Və bu cür sahabələr, bu cür İmam Zeynalabdin Əleyhisselam bu cür şəxsləri tərbiyə eləmişdi ki, əllərini açırdılar Allah dərgahına, duaları qəbul olurdu, müstəcabı dəvə olurlar. İmam Zeynalabdin Əleyhisselamın xüsusiyyətlərindən, fəaliyyətlərindən biri bu idi. Ona görə şiəlik, o pak, zulal, ab, şiəlik bu əsrlərə gəlib çatıb, inşallah. Bizə də Allah tövfiq versin ki, bu yolun həqiqi ardıcıllarından olaq və bu müqəddəs yolu gələcək nəsillərə ötürülməkdə, o müqəddəs irsi ötürməkdə bizim də bir rolumuz olsun. Biz də onu bacara bilək. Bir xüsusiyyəti, İmam Zeynalabdin Əleyhisselamın bir xüsusiyyətlərindən biri dua məsələsi, Allahla razı niyaz etmək məsələsidir. İmam Zeynalabdin Əleyhisselam, bilirsiniz də bizim Qur'an-ı Kərimdən sonra ikinci müqəddəs kitabımız Nəhcül Bəlağədir və ondan sonra üçüncü müqəddəs kitabımız Səhifə-i Səccadiyyədir. Səhifə-i Səccadiyyə, o 54 orada dua var da, İmam Zeynalabdin Əleyhisselamın orada duaları. Ata-ana üçün necə dua eləyək? Onu İmam Zeynalabdin Əleyhisselam orada gətirib. Övladlarımızı necə dua eləyək? Zindanda olanlarımızı necə dua eləyək? Yağış olsa, qıtlıq olsa necə dua eləyək? Bəlalar bizə üz götürsə necə dua eləyək? Orada İmam Zeynalabdin Əleyhisselam bizə öyrədir. İslam ordusu üçün, rəzməndələr üçün, döyüşçülərin İslam sərhədlərini qoruyanları necə dua eləyək? İmam Zeynalabdin Əleyhisselam Səhifə-i Səccadiyyədə gətirib. Bir qərbdən olan alim dedi, 3 şeyə görə müsəlmanlar 3 şəxsiyyətə borcludular. 3 məsələyə görə, 3 dəyərə görə. Birinci, tövhidə görə Əmir əl-Müminin Əli ibn Əbi Talib Əleyhisselama borcludular. Nəhcül Bəlağədən demək olar ki, əsas məsələsi, oradan çıxan əsas məsələlərdən biri, əsası tövhid məsələsidir. Tövhid məsələsini Nəhcül Bəlağədən biz oxuya bilərik, öyrənə bilərik. Həqiqi o nab tövhidi Nəhcül Bəlağədən öyrənə bilərik. Əli ibn Əbi Talib Əleyhisselama buna görə borcluyuq. Şücaəti İmam Hüseyn Əleyhisselamdan, haqqa görə dayanmaq, haqqa görə möhkəm dayanmaq məsələsi şücaət dərsini deyir. Müsəlmanlar gələ İmam Hüseyn Əleyhisselamdan mədyundular, borcludular İmam Hüseyn Əleyhisselama.
onlardan öyrənə bilər. Və üçüncü məsələ dua, irfan, Allahla razı niyaz etmək səhifə-i səccadiyə. Bu məsələdə deyir, mədyundurlar İmam Zeynal Abidin əleyhissalama. Biz bəzən eşidirik bu xəbərləri. Məsələn, hər hansı bir ölkədə bir sərgi var, Peyğəmbərin mübarək başının tükündən bir dənə orada bir dənəsini qoyublar. İndi bilmirəm nə qədər mötəbərdir, nə qədər mötəbərdir. İnsanlar da dəstə-dəstə gedirlər ki, gedib Peyğəmbərimizin mübarək tükünü müşahidə edəcək, təbərrük olaraq. Yaxşıdır bu, olsun. Amma ən mötəbər mənbələrdən bizə səhifə-i səccadiyə gəlib əlimizə çatıb. Ən mötəbər mənbələrdən. Nə qədər onun qədrini bilirik. Peyğəmbərin gedib baxı, o muzeyində gör, məsələn, amma Peyğəmbərin gətirdiyi dinin həqiqəti, səhifə-i səccadiyə tək Allahla razı niyaz kitabı deyil. Orada bir siyasət də oradan çıxar. Siyasi məsələləri də biz oradan öyrənə bilərik. Əxlaqi məsələləri, ictimai məsələləri, ata-ana münasibəti, dostlarla olan münasibət, Allahla bütün bunları biz səhifə-i səccadiyədən çıxarda bilərik, götürə bilərik o mesajları. Əsas odur ki, biz qarşımıza məqsəd qoyaq. İnanın Allah utanır, o Corc-Cordaq ki, o Sovtul Ədalətül İslamiyyə kitabını yazıbdı. Deyir, mən 200 dəfə Nəhcü Bəlağını oxumuşam. Müsəlman da deyir, Məsihidir. 200 dəfə deyir, mən Nəhcü Bəlağını oxumuşam. 200 dəfə, təsəvvür edirsən. Bizim bəzilərimiz heç Nəhcü Bəlağını mümkündür. Mən kiməsə mən demirəm, amma ümumiyyətlə deyirəm, bəlkə heç əlimizə götürməmişik. Nəyin ki, oxumaq, neçə səhifəsini oxumamışıq. Amma bu günləri sosial şəbəkələrdə var. Hətta kitabının da olmasa sosial şəkillərdə bizim Azərbaycan dilinə də tərcümə olunub. Deyir, bir nəfər cavan getdi bir alimdən soruşdu ki, mənə hansı kitabları deyirsən? Bizim İslamda gözəl kitablarımız var, Azərbaycan dilinə də gözəl kitablarımız tərcümə olub. Dedi, ən birinci get Quran-ı Kərimi oxu. Sonra get Nəhcü Bəlağanı oxu, sonra get Səhifə-i Səccadiyanı oxu. Sanki bunlar bir dənə sənə o şey vururlar, o nə deyirlər, o koronada vururdular, sənə peyvənd vururlar sənə, şiəli peyvəndini vurur sənə. Əvvəl gec öz səmavi kitabı Quran-ı Kərimi əvvəldən tilavətdən gedmir, söhbət, mütaliə ilə Quran-ı Kərimi, təfsirinə bax, bir Quran-ı Kərimi nəzərdən keçir. Nəhcü Bəlağanı oxu, ondan sonra Səhifə-i Səccadiyanı oxu, ondan sonra nə kitab oxuyursan oxu. Daha sən azmazsan. Sən aşina olsun, tanış olsun Nəhcü Bəlağı ilə, Səhifə-i Səccadiyənə, sən daha azmazsan. Üçüncü müqəddəs kitab Səhifə-i Səccadiyədir. O İbn Əbul-Hədid 700 il bundan qabaq yaşayıb, özü də Mü'təzilidir də, Şiə deyir. O Nəhcü Bəlağanı şərh eləyib, deyir, mən Nəhcü Bəlağanın 221-ci xütbəsini 1000 dəfə, təqribən 1000 dəfə oxumuşam, deyir. 1000 dəfə oxumuşam, deyir. Hər oxuyanda da oradan nəsə öyrənmişəm. Siz təsəvvür edirsiniz? Yəni, bunu demək istəyirəm. Mən kimisə xoşum gəlmir mənbərdən, kimi danışanda, kimisə danlayım, kimisə nəsə çatışmazlıqlarını deyim. Amma həqiqətdir bu. Səhifə-i Səccadiyə, qarşımıza məqsəd qoyaq, Səhifə-i Səccadiyə ilə daha artıq tanış olaq. Nəhcü Bəlağı ilə daha artıq tanış olaq. Quran-ı Kərimə daha artıq çox, necə deyərlər, yaxın olaq. Bunlar vasitələrdir, bunlar səmavi kitablardır. Öz vaxtımızdan daha artıq həyatda istifadə edək, bu kitabların nurundan inşallah bəhrələnək. Mən gələn də geniş izahlar vermək olar, çox istəmirəm sizin vaxtınızı alam. Bir hədisi də oxuyum İmam Zeynal Abidin əleyhissalamdan təbərrük olaraq, eşidək İmam Zeynal Abidin əleyhissalamdan bu hədisi, ondan sonra neçə kəlmə zikr müsibət, Hacı Ramin qardaşımızın gözəl səsindən, pak nəfəsindən istifadə eləyərik. Bir salavat zikr edək. Bu hədisi oxumamışdan qabaq Allah rəhmət eləsin, Allah məqamını uca eləsin, Ustad Fatimi Niyə ağa, Allah onu rəhmət eləsin. Onun Səhifə-i Səccadiyanın şərhləri var da, şərh eləyirdir o rəhmətli. Xülasə, ondan eşitdim bu sözü, o ustaddan eşitdim. Deyir, bir nəfər İmam Zeynal Abidin əleyhissalamın hüzurunda bu sözü dedi. Bu hədisdən əvvəl istəyirəm o sözü deyim, o da ibrətamiz sözdür. Dedi ki, mən təəccüb edirəm o şəxsdən ki, qiyamət günündə cəhənnəm odundan nicat tapsın. Təəccüb edirəm o adamdan ki, bu qədər ki, həvai həvəs var, nə bilim, şeytanın vəsvəsələri var, bu qədər günah mənzərələri var, bu qədər işlər var. Mən təəccüb edirəm ki, bir insandan qiyamət günündə mənim üçün dəyərlidir o şəxsi ki, qiyamət günündə bütün bu çətinliklərdən nicat tapsın və behişdə geçsin inşallah. O adama mən təəccüb edirəm ki, nə qədər də bu güclü ruhlu insandır ki, nə qədər bu dəyərli insandır ki, bu behişdə daxil olur. İmam Zeynalullah İslam deyir,
cavab verdi, buyurdu ki, və ənə əqul. Mən ancaq deyirəm, mən başqa cür deyirəm. Mən təəccüb eləyirəm. İmam Zeynal, bu bizim imamımızdır ya. İmam Səccad əleyhissalamın sözünə baxın. İmam Səccad əleyhissalam buyurur ki, mən təəccüb eləyirəm o şəxsdən ki, bu dinin dəyərlərinə əməl etməyib, cəhənnəmə gedib. Mən bundan təəccüb eləyirəm. Bu qədir gecəsi görməyib, bu təvəssül eləməyib. Artıq bu qədər bizim səbəblər var ki, biz onu yerinə yetirsək, deyirlər ki, istənifil əməl. Öz əməlləri tezdən başlayın. Məsələn, misal üçün, deyir, hər kəs Qədr surəsini, dəstəmaz alanda Qədr surəsini tilavət eləsə, dəstəmaz alanda, elə bil ki, anadan olmuş kimi günahları bağışlanar. Misal üçün mən deyirəm, ha. Deyir, hər kəs namazında Qədr surəsini oxusa, Qədr surəsi vilayət surəsidir, ya, İmam Zamanın surəsidir. Qədr surəsini tövsiyə olub ki, namazlarınızda oxuyun. Namazında əgər Qədr surəsini oxusa, ona deyilər, ona xitab olunlar ki, istənifil əməl, öz əməllərə tezdən başlayın. Allah bütün günahlarını bağışladı. Hər kəs sübh namazından sonra 7 dəfə Qədr surəsini oxusa, nə bilim, Allah neçə min mələk xəlq eləyər, onun üçün istiğfar eləyərlər. Bunlar misal olaraq deyirəm, ha. İmam Zeynalabdin Əleyhisselam deyir ki, mən təəccüb edirəm ondan ki, bu dini tanıyıb, müsəlman olub, öz günahlarını Allaha bağışlatdıra bilməyib. Mən bəqa, əbqa, təbaka, vəcəbələhül cənnə. Bu hədisdir də, hər kəs ağlıya, hər kəs ağlada kimisə, hər kəs nə ağlamayıb, nə də heç kəsi ağlatmayıb. Zikri müsibət deyəndə təbaki eləyib. Yəni, özünü ağlayanlara bənzədib. Əlini qoyub alnına, ağlamaq özündə, necə deyərlər, qiyafəsi tutub da, ağlayanlar kimi özünü oxşadıb ağlayanlar. Ona da cənnət vacib ola. Bir qətrə göz yaşı İmam Hüseynin, onun qiyməti yoxdur da, onun qiymətini sahib hesablaya bilmirlər. Özdə hər kəs deyir, ha, hər kəs, demir hər mömin. İman şərt deyir burada hətta. İmam Hüseyin üçün göz yaşı tökmək, Əhl-i Beyt əzasında ağlamaq. Sən ömründən necə istifadə eləmsən? Sənin, bir dediyim kimi, sən Qədr gecəsi ki, 1000 aya bərabərdir. Ramazan ayı ki, bir ayə tilavət etmək, bir Qurana bərabərdir, bir Qurana əvvəldən axıra xətminə bərabərdir. Hər bir şəraitdə Allah sanki belə deyədi, öz dilmiyənizi, bahanə axtarır ki, bizim günahlarımızı bağışlasın. Bahanə axtarır ki, bizim günahlarımızı bağışlasın. Və sən necə müsəlmansan? İmam Səccad əleyhissalam deyir ki, mən təəccüb eləyərəm o adama ki, cənnətə gedməyib. Bu gözəl, bu ərhəmər rahimin, əkrəməl əkrəmin. Allah təbarək və teala özü haqqında bağışlayanların bağışlandır, mehribanların mehribandır. Belə mehriban Allaha sən Allahdan 70 il, 60 il, 80 il ömür aldın, bağışlatdıra bilmədin özü Allaha, getdin cəhənnəmə. İmam Səccad deyirsən ki, mən ona təəccüb eləyərəm. Cənnətdən, cəhənnəmdən nicat tapanlara mən təəccüb eləmirəm. O cəhənnəmə gedənlərə mən təəccüb edirəm ki, necə oldu bu cəhənnəmə getdi axı? Necə oldu nicat verənmədi özünə? Bir salavat da zikr edəyək. Axırıncı mən hədisi oxuyuram, ondan sonra sözümü tamamlayayım inşallah. Buyurur İmam Səccad əleyhissalam, ma min qədəmin əhəbbə iləllahi min qədəməyn. Deyir, Allah yanında 2 addım atmaqdan sevimli addım yoxdur Allah yanında. Allah yanında. 2 cür yol getməkdən. Sevimli yoxdur Allah yanında. Birinci, qədəmi yüsəlli biha fissəffi səbilillah, fi səbilillah. Bir odur ki, Allahın razılığı yolunda insan qədəm atsın. Bundan sevimli addım atmaq yoxdur Allahın yanında. Nə demək istəyirsən? Bir adam bir problemi var, bir müşkülü var, onu müşkülünü həll etməyə görə. Allah yolunda, fi səbilillah. Allah yolunda gedəsən, kiminsə bir işini həll eləyəsən, kiminsə bir çətinliyində addım atasan, hər hansı bir xeyir işdə gedəsən, qədəm qoyasan. Bu addım atmağın deyir Allah yanında bundan xeyirli, bundan sevimli Allaha yoxdur. Birinin kasıbdır, birinin məsələn cehiz verməlidir, biri məsələn hər hansıda bir maddi sıxıntısı var, neyi var? O yolda qədəm qoymaq bizdən istəyiblər. Namaz qılmaq yaxşıdır. İmam Səccad əleyhissalamın ləqəblərindən biri Seyyid-i Sacidindir. Deyir, ildə neçə dəfə mübarək alnının, 7 yeri var, bədən üzvləri var, mübarək alnının pinələrini kəsərdi. O qədər səcdə edirdi Allah yanında. Amma eyni zamanda insanların, dinimiz həm fərdi, həm ictimai dindir də. Biz ancaq bəzən fərdi tərəfini tutmuşuq. Səcdə eləyərəm, mən filan məclisə gedərəm. Amma insanların, möminlərin bir çətinliyi yolunda, fi səbilillah, Allahın razılığına görə gedmək, qədəm qoymaq məsələsi tələb olunub bizdən. İmam Zeynalabdin əleyhissalam bu tərəfə bizi yönəldmək istəyir öz hədisinə. İkincisi hansıdır? Və qədəmin
yəmşi biha ila silətir rəhim. Və bir qədəm də deyir İmam Səccad əleyhissalam buyur, Allahın yanında çox sevimlidir. O qədəm budur ki, o yaxınları ki, o qohumları ki, ondan qəti rəhim eləyiblər. Hani əlaqələrini kesiblər, insan addım atsın, geçsin, onlarla o qohumluq əlaqəsini möhkəmləndirsin. Bundan deyir, yaxşı, Allaha sevimli qədəm yoxdur. Biri ki, səninlə yaxındır münasibəti, yaxşı münasibətin var, o ilə gecə eləyirsən, o təbiidir. Amma biri var ki, səninlə əlaqəni kesib, sən onu ilə gedəsən, o qohumluq əlaqəsini möhkəmləndirəsən. Bu, Allahın yanında sevimlidir. İmam Sadiq əleyhissalamın zamanında, İmam Sadiq əleyhissalamın təqribən əmoğlu düşürdü də İmam Sadiq əleyhissalama. Gəldi, bir mübahisələri düşdü imamla, necə deyərlər, İmam Sadiq əleyhissalamdan artıq kiçik sözləri oldu. Hətta dedilər, xəncər çəkdi İmam Sadiq əleyhissalamın, ayırdılar. İmam Sadiq əleyhissalam getdi evə, narahat oldu. Qohumu düşürdü ona. İmam Həsən əleyhissalamın nəvələrindən idi. İmam Sadiq əleyhissalam getdi evə, narahat idi. Niyə belə baş verdi? Axı mənə qohum idi, niyə belə elədi? Deyir, getdi avam, deyir, insan narahat olanda bir yolda budur ki, açsın Qurana pənah aparsın. İmam Sadiq əleyhissalam deyir, mən Qurana pənah apardım, bu ayə gəldi. Yəsilunə mə əmərəllahu bihi ən yusəl. Yəni, deyir ki, Allah əmr edib ki, öz yaxınlarınızla öz əlaqınızı kesməyin. Elə gecə ilə getdi, o qohumunun qapısını döydü, qohumu çıxdı, təəccüb elədi. İndi əmoğlu düşürdü, o ilə necə? Qucaqladı İmam Sadiq əleyhissalamı bağrına bastı. Dedi, ağa, sən gəlmirsən mənim qapıma. Dedi ki, mən açdım, bu Quran ayəsi gəldi də. Yəni, insan eləyə bilər, əl-mümini kəyyis. O, bilməlidir insan hansı bir yerdə, hansı addımı atmalıdır. Öz qohumlarımızla əlaqəmiz. İndi bu dəqiqədə bilirsən, rahatlaşıb da, sosial şəbəkələr var, WhatsApp var, digər yollarla. Nə olar ki, ara bir onlardan bir halını soruşaq, bir bibimin, bir dayımın, bir əmoğlunun, hətta bəzən olur, illərlə insan öz bacısına, qardaşına yazmır. İslam bu dini deyir. İmam Səccad əleyhissalam belə mömini sevmir. Öz yaxınları ilə əlaqəni möhkəmləndirmək, ona silə-i rəhm deyirlər də, gözəl bəyənilmiş əməllərdəndir. Onu insan yaşatsın. Onu ilə deyir, yaxın olar. Allahın sevimlisinə çevirilər. Bu iki dənə. Deyir, və ma min cürətin əhəbbəllahi iləyh. Deyir, iki dənə udmalı şey də var. Mən daha hədisləri oxumuram ərəbisini, xülasə deyirəm. İki dənə udmalı şey var ki, onu insan udusa onu utsa, çox dəyərlidir o, çox qiymətlidir. Allah yanında o çox seviləndir. Birincisi nədir? Birincisi, insan öz Allahın razılığına görə öz qəzəbini uda. Bir qəzəbini uda, onu bacara insan. İmam Səccad əleyhissalam bizə öyrədir, deyir, sən istəyirsən Allahın sevimlisinə çevirəsən, qəzəbi udmağı bacarmalısan. Evdə, ailələrdə, burada yoxdur ya, burada belləri yoxdur. Yəni, ana bacılar da eşidirlər. İnsan öz həyat yoldaşı ilə münasibətində, mən əsəbiyəm, əsəbi olma, zəhmət çək, əsəbi olmayına. İstiğfar elə, Allah zikrini dinən, nə bilim, min yolla özünün üstündə, əleykum ənfusəkum, Quran bəyər demir ki, özünüz nəfsinizi sizə tapşırıram. Qəzəblə insan inanın ki, o bir dənə, hər hansı bir yerlərdə böyük yanğınlar olur, o bir dənə qığılcımdan baş verir də, bir dənə qəzəblə mümkündür insan aləmi vırsın bir-birinə, ailə münasibətlərini pozsun, öz dostu ilə münasibətini pozsun, ictimada necə deyə, çətinliklər yaransın, öz qəzəbini udan insan deyir, o udmalı şeylərin ən dəyərlisi odur. İmam Səccad əleyhissalam buyurur. İkincisi nədir? İki dənədir deyir. İkincisi də insan müsibət baş verəndə və cürətun musibəti müminin bis-səbr. Deyir, o udmalı şeydən biri də budur ki, Allah heç kimi çətin bəlalarla, müsibətlərlə imtihana çəkməsin. Amma müsibət gəldi. Möminin vəzifəsi nədir? O, onu utsun, səbri ilə onu utsun. Müsibətin qarşısında neynəsin? O, küfran-ı neymət eləməsin. Və ikinci udmaq da budur. Onun davamında hədisində deyir və iki dənə də deyir, qətrə var ki, Allah mə min qətrətin əhəbbə iləllahi min qətrəteyn. İki dənə də qətrə var ki, o qətrə Allahın yanında çox sevimlidir. Allah onu çox qiymətlidir. Birincisi nədir? Birincisi qətrəti dəmin fi səbilillah. Allah yolunda tökülən qan, bir qətrə qan ki, yerə tökülür Allah yolunda, Allah yolunda. Hansı? Bizim şəhidlərimizin Allah məqamını uca eləsin. Allah bizim şəhidlərimizi, şəhidlər ağası İmam Hüseyin əleyhissalama salmasın. İslam ümmətinin şəhidlərinin Allah məqamını uca eləsin. Məxsusən bu yaxın günlərdə şəhid olan bu məclisdə onun adına da həsr olunub. Şəhid rəhbərimizin Allah məqamını uca eləsin. O qətrə qanı ki, tökülür yerə Allah yolunda, fi səbillah, Allahın razılığına görə, haqq və həqiqət yolunda
Deyir, o Allaha ən sevimlidir. Və ikinci qətrə, iki-ikidir də və qətrətdə min fi səvadil leyl. Bir qətrə də var ki, Allah onu çox alır, çox onu necə deyərlər, sevir, onu istəyir, Allah yanında çox qiymətlidir. Bir də o gecənin qaranlığında insan öz günahlarını yadına salsın, öz nöqsanlarını yadına salsın, Allahla razı niyaz eləsin və göz yaşı töksün. O deyir, Allah yanında çox qiymətlidir. O tufan eləyər, o insanın mənəviyyatında tufan eləyər. O ümumi yerlərdə ibadət yaxşıdır, o gecənin ibadətində, gecənin qaranlığında insan dursun, göz yaşı töksün, Allahdan bağışlanmaq istəsin, Allahla razı niyaz eləsin. Onu deyir, Allah çox sevər, İmam Səccad əleyhissalam buyurur. Allah sənə and verir, izzət əzəmətin xatirinə qəlblərimizi İmam Səccad əleyhissalama, İmam Səccad əleyhissalamın gətirdiyi dəyərlərə daha da yaxın elə. Bizə onun həqiqi şiyələrindən qərar ver. İmam Səccad əleyhissalamın müsibəti çox böyüdü. Deyirlər, İmam Hüseyin əleyhissalam, imamlarımız o qeyrətullahdılar da, onlarda o bizim təsəvvürümüzün fövqündə o qeyrət məsələsi çox olub, bizim təsəvvürümüzün fövqündə. Nə qədər çox təsəvvür eləsək, onların o qeyrət məsələsinə həssaslıqlarını, onu biz nəzərimizə gətirə bilmərik. Hətta deyir, İmam Hüseyin əleyhissalam o axırıncı dəqiqələrində ki, şəhadətə çatırdı, bəziləri şübhə elədilər ki, bu dünyasını dəyişib yoxsa yox, bir nəfərdir ki, xeymələrə tərəf gedin, əgər o dünyasını dəyişməsə, hər hansı bir halda o qalxacaq. O xeymələr məsələsi, əhli-əyalı oradadır. Nə qədər çətin olsa özünə bir hərəkət verib tərpənəcək. Deyirlər, İmam Hüseyin əleyhissalam şəhid olan ən axırıncı anlarında da gözü qalmışdı xeymələri tərəfində ki, görəsən nə baş verir. Amma deyirik, ya Əbu Abdullah, sən şəhid oldun, şəhadətindən sonra o əhli-əyalla, o körpə balalarla, o qız uşaqları ilə, o düşmənlərin o rəftarlarını görmədin. İmam Səccad əleyhissalam bunların şahidi oldu. İmam Səccad əleyhissalam bunların şahidi oldu. Mübarək qollarını bağlamışdılar, zəncirlə, iplərlə, kəndirlərlə, zəncirlərlə bağlamışdılar. O ehtiramsızlıqları, o cəsarətləri, o hörmətsizlikləri, o zərbələri ki, qızlara, İmam Hüseynin balalarına, bacılarına vururlar, İmam Səccad əleyhissalamın da qolları bağlı idi. Bir ərəb şairi deyir, mən daha ərəbcəsini demirəm, bizim dildə deyir ki, əgər onun qolları bağlı olmasaydı, bu səhnələri görməsin deyə iki əlini tutardı gözünə, iki əllərini gözünə tutardı. Deyir, bu İmam Hüseynin o körpə balalarının, o məsum balalarının ki, ağlaşmaqlıqlarını, o cür şivənlərini deyir, eşitməsin deyə bəlkə İmam Zeynalabdin əleyhissalam iki əllərini qulaqlarına tutar ki, onları eşitməsin. Bütün ancaq bunların şahidi oldu. Ona görə də ömrünün axırına qədər o 30 neçə illik o günlərində göz yaşı tökürdü. Biz eşidirik, biz müsibətləri eşidirik, o müsibətləri görən imamdır. O şəhidlər ki, qalmışdılar torpaqlar üstündə, bir rəvayətə görə Məhərrəm ayının 11-ci gecəsində, bir rəvayətə görə 12-ci gecəsində Bəni Əsəd Kərbəlanın yaxınlığında olan qəbilə idilər, gəlmişdilər o cənazələri dəfn eləsinlər, amma onlar çətinliyə düçar oldular. Çətinlikləri nə idi? Cənazələri aid eləyə bilmirdilər. Bilmirdilər bu kimin cənazəsidir. O qədər cənazələr əzilmişdi, o qədər cənazələrə zərbə deymişdi. Neçə min zərbə bəzi İmam Hüseyin əleyhissalamın mübarək cənazəsində bir yer qalmamışdı, bir sağlam bir yer qalmamışdı. Deyir, onlar heyran qalmışlar ki, bu cənazələri necə dəfn eləsinlər, kimin qəbri harda eləsinlər, kimin necə təyin eləsinlər. Allahın əmri ilə, Allahın izni ilə İmam Zeynalabdin əleyhissalam orada hazır oldu. Dedi ki, mən tanıyıram cənazələri. Bu dəqiqə mən sizə deyərəm, bu cənazə kimin cənazəsidir, hamısını mən sizə göstərərəm. İmam Zeynalabdin əleyhissalamın öz göstərişi ilə orada kimin qəbri harda olmalıdır, onları göstərdi. Deyirlər, yazırlar ki, İmam Zeynalabdin əleyhissalam birinci getdi, o atasının yaralı bədəninin tərəfinə, o mübarək cənazəyə tərəf. O getdi birinci ona tərəf. O cənazədəki daha baş yox idi. Getdi o kəsilmiş damarlara qoydu ağzını, atasının kəsilmiş boğazının damarlarından öpərək ağlayırdı. Dedi, mənim atamın cənazəsidir. Onu dəfn elədi. Hazır qəbir də orada var idi. Deyir, cənazəni ki,
Qoydular qəbrin içərisinə, dedi, siz yaxın gəlməyin. Özü də girdi qəbrin içinə, neçə müddət deyir, atasının özünü atmışdı, atasının mübarək cənazəsinin üstünə ayrılmırdı, göz yaşı tökürdü. Boğazından, ondan sonra bədənindən öpərək ağlayırdı. Bu sözləri dedi ki, səndən sonra bu dünya qaranlıq oldu. Atacan, səndən sonra bu dünya qaranlıq oldu, amma axirət işıqlandı. Sənin şəhadətindən axirət, bərzəx aləmi işıqlandı. Ondan sonra İmam Zeynəlabdin əleyhissalam atasının qəbrindən çıxandan sonra qardaşı Əli Əkbərin mübarək cənazəsini atasının ayaq tərəfində onun qəbrini qərar verdi. Bütün o şəhidlərin, Kərbala şəhidlərini götürdü, qərar verdi. İmam Hüseyn əleyhissalamın mübarək qəbrinin ayaq tərəfində qərar verdi. Ondan sonra Bəni Əsəd dedilər ki, Ağaday tamam oldu, bütün hamını dəfn elədi, dedi, yox, bir nəfər qalıb. Əlqəmədə əmim Əbbasın cənazəsi qalıb, onu da gedək dəfn edəyək. Bir cənazə, bir yaralı bələn də qalıb orada. Hələ onu da dəfn eləmək bizim boynumuzda vəzifədir. Gedəndə yaxınlaşdı ağanın cənazəsinə, o sözü ki, İmam Hüseyn əleyhissalam Həzrəti Əli Əkbərin cənazəsinin üstündə demişdi, onu İmam Səccad əleyhissalam əmsi Həzrəti Əbəlfəzl Abbasın üstündə dedi ki, Ələd dünya bə'dəkəl əfa, səndən sonra bu dünya dağılsın, bu dünyanın mənası yoxdur. Ondan sonra o cənazəni də orada dəfn elədi. Ya İmam Zeynəlabdin əleyhissalam, nə çətin oldu sənə. İmam Səccad əleyhissalamdan axırıncı cümləm olsun da, bütün hacətlərimiz inşallah Allah dərgahında qəbul olsun, bütün çətinliklər həll olsun, İmam Zaman ağanın zuhuru tezləşsin, bütün xəstələrimiz, Hacı Yasin qardaşımız, burada olan əzizlərimizin xəstələri şəfa tapsın, burada olan əzizlərimizin, anabazlarımızın, qardaşlarımızın bütün hacətləri qəbul olsun, borcu olanların borcu əda olsun, hər nə sıxıntı, hər nə çətinliklər varsa həll olsun, ərbəyin arzusunda olanlara inşallah mərifətlə ərbəyin nəsib olsun, hamımızın arzusudur inşallah. Soruşdular ondan ki, ən çətini sənə nə oldu? Ən çətini sənə Kərbalada hadisə, ən çətin sənə nə oldu? Deyir, Əşşam. Şamda deyir, bizə çox çətin oldu. Xütbəsini çox davam eləyə bilmir deyə bacıları Zeynəb, Ümmü Kulsum deyir, çətin vəziyyətdə idilər. Naməhrəmlər baxırdılar. Sallallahu aleykə ya Əba Abdullah, sallallahu aleykə ya ibnə Rəsulullah, sallallahu aleykə ya ibnə Əmirəl-Müminin. Bütün hacətlərimizin qəbulu üçün 3 dəfə inşallah huzur qəlblə deyək, ya Hüseyn,